Dağ çaylarının hidroenerji potensialından səmərəli istifadə olunması, yaşıl enerjinin əhatəsinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərenerji tərəfindən Laçında 14,7 meqavat gücündə Ağbulaq 1, 14,125 meqavat gücündə Ağbulaq 2 və 4 meqavat gücündə Şeylanlı su elektrik stansiyaları inşa edilib. Ağbulaq 1 su elektrik stansiyası. Su qəbul edicisi dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən Ağbulaq 1 su elektrik stansiyası ölkə energetiklərinin həyata keçirdiyi ən çətin mühəndislik layihələrindən biridir. Yol infrastrukturu olmayan ərazidə tikilən bu stansiya yerli mütəxəssislərin peşəkarlığını əyani şəkildə nümayiş etdirir. Ağbulaq 2 su elektrik stansiyası. Ağbulaq 2 su elektrik stansiyası da çətin relyef və ağır iqlim şəraitində tikilib. Bu stansiyada bölgənin enerji infrastrukturunu əhəmiyyətli dərəcədə gücləndirib. Bunun üçün yarım stansiya tikilib, həmçinin yüksək gərginlikli ötürmə xətləri çəkilib. Şeylanlı su elektrik stansiyası. Digər stansiyalarda olduğu kimi, Şeylanlı su elektrik stansiyasının layihələndirilməsi zamanı da ekoloji təhlükəsizlik əsas prinsiplərdən biri kimi götürülüb. Çay ekosisteminin qorunması məqsədi ilə müasir hidrotexniki həllər tətbiq edilib. Ümumi gücü 33 meqavatdan artıq olan bu stansiyaların hər biri üçün müasir su qəbul edici qurğular tikilib, ümumilikdə 15 kilometrdən çox derivasiya boru xətti çəkilib, bütün obyektlər SCADA sistemləri ilə təchiz olunub. Bu üç su elektrik stansiyasında hər il 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. İldə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.